Assalamu alaikum. Deməli, hidrogen, üstə gəl oksigen, əmələ gəlir 2H2O. Tutaq ki, məsəl üçün hidrogen x mol sərf olunur. Oksigen əmsalı hidrogen əmsalından 2 dəfə az olduğuna görə hidrogen x mol sərf olunanda oksigen 0,5x sərf olunur. Və burada yazıb ki, 4 litrlik qapalı qabda hidrogen və oksigen arasında baş verən reaksiya zamanı 30 saniyə müddətində sərf olunan oksigenin kütləsi, yəni 0,5x moldur, vururam 32-yə kütlə olur. Sərf olunan hidrogen kütləsindən, bunun molu x-dır, vururam deməli maliyyə kütləsinə 2x-dan 56 qram çoxdur. Buradan deməli biz həll edirik, 16x minus 2x bərabərdir 56. 14x bərabərdir 56, 56 bölü 14, x buradan 4-ə bərabərdir. Artıq biz tapdıq 4-ə bərabərdir və homogen reaksiyanın sürət düsturunda yuxarıda deməli maddə miqdarı sərf olunan daha bunu yaddan çıxartmayın. Surətdəki sərf olunan maddə miqdarı. Aşağıda V vurulsun delta T. Deməli, oksigen 0,5x sərf olunmuşdur. X-i 4 tapdıq, 0,5-i 4-ə vuranda 2 eləyir. Həcm də qabda 4-dür. Zaman 30 yazmayın. Çünki sonda sürət mol bölü litr dəqiqə nəndir. Biz dəqiqə çevirməliyik. 30 saniyə bilmirəm neçə dəqiqədir. 60 saniyə 1 dəqiqədir. X də buradan bərabər 0,5 dəqiqə. Bunun yerinə 0,5 yazıram. Bununla bu getdi ixtisara. Deməli, burada qaldı 1, burada qaldı 2. 2-ni 0,5-ə vuranda 1, 1-i 1-ə böləndə doğru cavab 1 eləyəcək.